Baxın, bunu alın, aldırın, hamıya məsləhət görün. Çox nazik, yəni örtücülüyü var, çox qəşəng bir şeydir bu. 10 dəfə təmizləmək məcburiyyətində qalıram ki, bunlar gözaltı nəmləndiricidir və həqiqətən dünyanın ən gözəl nəmləndiricisi deyə bilərəm. Yəni istifadə etmək olar. Bu şəkildə dırnağımızın üzərinə qoyuruq. Hər kəsə salam, YouTube kanalıma xoş gəlmisiniz. Yenə mən qarşınızdayam. Bu günləri biz birlikdə Kiko məhsullarını yoxlayacağıq. Əlimdə olan məhsulları bu tərəfdə görürsüz təbii ki. Hal-hazırda onları birlikdə yoxlayacağıq. Hansılar almaq olar, hansılar almaq olmaz birlikdə baxacağıq. Ümid edirəm ki, videom sizin xoşunuza gələr və like atmağı, komment yazmağı unutmazsınız. Nə qədər çox aktivlik olsa, videolarım bir o qədər daha çox insan qarşısına çıxacaq və daha çox izlənəcək. Ümid edirəm ki, videolarım artıq istədiyim kimi bir nəticə göstərər. O zaman keçək videomuza. Birinci istəyirəm təbii ki, bu 3 məhsuldan danışım. Görə bilirsiniz. Bu 3 məhsulun üçü də Kiko'nun maskalarıdır. Kiko Milano'nun bu Hyaluron Face maskasıdır. Bu maskanın içi, əvvəlcə sizə içini göstərim. İçi bu formadadır, baxın, görürsüz. Baxın. Gül qurusu formasında içərisində gördüyünüz kimi belə maddələr var. Bu maddələrin tərkibində hyaluron turşusu var. Maskanın özü isə, yəni içərisində olan ikinci maddə isə üzə nəmləndiricilik və daha gözəl parlaqlıq verir. Mən bu məhsulu yoxlamışam. Artıq bir aydır ki, ay ərzində hardasa bir 8-9 dəfə yoxlamışam və deyə bilərəm ki, həqiqətən üzünüzü çox nəmli hiss elətdirir, fərah bir hiss verir və istədiyiniz o nəticəni əldə edə bilirsiniz. Üzünüz bildiyiniz parıldayır. Amma üzərindən təbii ki, nəmləndirici və s. çəkmək lazımdır. Üzünüzə masaj edərək hər yerinə yaxşı bir şəkildə adi maskalar kimi çəkin və çalışın içərisindəki o qırmızı gülləçəkləri üzünüzə gəlsin. Masaj edəndə bir müddətdən sonra partlayır. 10 dəqiqə üzünüzdə saxlayıb və soyuq su ilə yuyun. Nəticəsini özünüz görəcəksiniz. Bu məhsulu çox sevirəm. Alın, aldırın, yəni məsləhət görürəm. Digər maskası isə Kiko'nun bu nəmləndirici maskasıdır. Tərkibində aloe vera var və həqiqətən də üzü istədiyiniz kimi nəmləndirir. Yenə dediyim kimi 10 dəqiqə üzünüzdə saxlayırsınız və soyuq su ilə yaxşıca yuyursunuz və masaj edərək üzünüzə çalışın, tətbiq eləyin. O zaman daha çox nəticəsini görə bilərsiniz. Və bu maska digərinə nisbətən daha gel formasındadır. Daha belə möhkəm bir maskadır. Nəmli bir bitiş buraxır. Mən bu maskanı da çox bəyənirəm. Bunu da hardasa bir aydan çoxdur istifadə eləyirəm. Bu maskanı və digər maskanı aldığım videomda buraya da bu hissələrə bir tərəfdən görəcəksiniz. Girib o videoya da baxa bilərsiniz. Digər maska isə Kiko Milano'nun bu maskasıdır. İçini göstərim sizə. İçi baxın belədir. Yəni zərli maskadır. Bu da nəmləndirici effektli bir maskadır. Bu da Crazy 90'lar adında bir maskadır. Nəmləndirici effektli bir maskadır. Mən adətən bu maskanı makyaj etməmişdən qabaq üzümü yuma geli ilə yuduqdan sonra istifadə eləyirəm. Çünki çox da nəmləndiriciliyi yoxdur. Digər maskalara nisbətən çox da bəyəndiyim bir maska deyil, amma istifadə etməyə dəyər. Üzünüzə çəkəndən sonra üzünüzdə həqiqətən çox gözəl bir görüntüsü olur. Yəni qiymətinə görə çox yaxşıdır. Trendyol sifarişlərimin içərisində almışdım Kiko'nun öz rəsmi səhifəsindən. Yəni 10 üzərindən 7 yarım vermək olar bu maskaya. Amma yenə də deyirəm, üzünüz əgər dəriniz çox quru deyilsə, məndə dəri çox qurudur. Dəriniz əgər çox quru deyilsə, yağlı dəridirsə və yaxud da qarışıq dəridirsə, daha çox bəyənəcəyiniz bir maska olacaq. Sırada makyaj təmizləmə suyumuz var. Məncə biz makyajımızı edəndən sonra bunu birlikdə yoxlayaq və görək. Digər məhsulumuz isə Kiko'nun bu manikür üçün serumudur. Bunun içərisində belə xırda toplar var, görürsüz. Hətta gəlin bunu dırnağımıza tətbiq eləyək. Bu şəkildə dırnağımızın üzərinə qoyuruq və sonra yediririk bu şəkildə. Yəni mən deyim ki sizə, qiymətinə görə çox bəyəndiyim bir dırnaq məhsuludur. Dırnaqları həqiqətən də möhkəmləndirir. Çatlamağa, qırılmağa qoymur. Çünki mənim dırnaqlarım son zamanlarda hədsiz dərəcədə qırılmağa, qopmağa, didilməyə meyllidir. Mən dırnaqlarımı bir müddət əvvəl yeyirdim. Artıq yemirəm və uzun müddətdə gel dırnaq istifadə eləmirəm. Ona görə bu tip məhsullar mənim çox xoşuma gəlir. Siz də istəsəniz yoxlaya bilərsiniz. Dırnaqları həqiqətən də möhkəmləndirir və parladır. Yəni bir parıltı effekti var. Çox deyil, bir müddət qalır və gedir, amma yenə də deyirəm, çox bəyənirəm bu məhsulu da. Sadəcə istifadə edəndən sonra biraz belə yapışqan hissi olacaq əlinizdə. Bir 5-10 dəqiqə saxladıqdan sonra gedib yuya bilərsiniz. Amma yumasaz daha keyfiyyətli olacaq. Yumaq istəsəz, narahat eləsə bu hiss sizi, ya üzərinə nəmləndirici krem çəkin, ya da gedib əllərinizi soyuq su ilə yaxşıca yuya bilərsiniz. Daha sonra Kiko'nun bu dırnaq boyası deyilir də, lak. Ya bu lakı da mən çox bəyənirəm. Bu da qiymət performans məhsuludur.
Yəni bu məhsulu da, yəni elə üzərindən çəkəcəm, göstərim sizə. Baxın. Çox yaxşı parıltılıq verir və digər laklara nisbətən, şəffaf laklara nisbətən həqiqətən qalıcılığı daha yüksək bir lakdır. Soyulmur. Çox su ilə iş görən bir insansınızsa, çox hədsiz dərəcədə çox şampun, sabun və yaxud da ki, xlor kimi şeylər istifadə edirsinizsə, ona nisbətən, yəni çox yaxşı qalıcılığı var. Bu məhsulu da çox sevirəm. İndi isə artıq yavaş-yavaş makiyaj eləməyə keçə bilərik deyə düşünərəkdən saçlarımı üzümdən yığım. Çünki indi makiyaj eləyəcəyik birlikdə. Əlimdə bir Kiko'nun primeri var. Bu da nəmləndirici effekti, sərinlik verən bir primerdir və yapışqan effekti verdiyini vəd eləyir. Bu artıq məndə 1 ildən çoxdur var və yarısına qədər demək olar ki, bitirmişəm. Digər isə BB kremi var. Bu Green Me seriyasından bir BB kremdir, baxın. Bu 103 nömrəsidir məndə, Honey rəngidir. Bir tərəfdə isə Kiko'nun bu Gloss Supreme gördüyünüz kimi Sevgililər gününə özəl seriyasından tonalnisi var məndə əlimdə. İstəyirəm ki, üzümüzü nəmləndirdikdən sonra bir hissəsindən BB kremi, bir hissəsinə isə bu Gloss Supreme çəkək və arasındakı fərqi görək. Öncə stok yığdığım, harda görürəm aldığım, endirimə düşəndə çox aldığım, endirimsiz qiymətini belə aldığım bu iki hidroşut haqqında danışmaq istəyirəm sizə. Bunlar gözaltı nəmləndiricidir və həqiqətən dünyanın ən gözəl nəmləndiricisi deyə bilərəm. Yəni gözaltına istifadə eləməyə bilərsiniz, üzünüzə belə istifadə eləyə bilərsiniz. Yəni bu formadadır. Çoxdan da istifadə edirəm. İçində hələ bu qədər qalıb. Gördüyünüz kimi əlimdə 3-4 dənə var. İkisini gətirdim sizə göstərməyə. Bunu gözümüzün altına bu hissəsinə yaxşı yediririk. Bir dənə sərinlik effekti verir. Elə bil ki, əl üzümü indi yumuşam. Yaxşı gözümüzün altını bununla rəngini açır göz altlarının. Həm də çox gözəl hiss elətdirir. Mən hətta çox quru dəriliyəm deyə burnumun bu hissələrinə də, çənəmə, bir də alnımın bu hissəsinə çəkirəm. Çünki hal-hazırda üzümə nəmləndirici vurmamışam. Ancaq Kiko məhsulları yoxlayırıq deyə. Bu şəkildə də üzünüzü nəmləndirə bilərsiniz. İndi isə bu primer haqqında danışmaq istəyirəm. Bu primerin altına nəmləndirici çəkəndə hədsiz dərəcədə çox bir şəkildə, yəni üzümdə quruyub tökülməyə başlayır. Bilmirəm bu sizdə də belədir. Yəni mən bu primeri çox da bəyənmirəm, nə yalan deyim. Yəni daha gözəl primerlər istifadə eləmişəm. Bu primer bildiyiniz, yəni üzümə oturandan sonra üzümdə belə pul tökülməyə başlayır. Bilmirəm məndə belədir. Mənim dərim çox qurudu deyə belədir. Yəni nəmləndiricinin üzərindən də quruyub tökülür. Nəmləndiricisiz də quruyub tökülür və çox hədsiz dərəcədə çox yapışqan bir hissi yoxdur. Yəni makiyajı çox da sabit saxlamır. Yəni yoxlamışam, ona görə deyirəm sizə. Yəni mən bu məhsulu ilk dəfə də istifadə eləmirəm. Bu məhsulu mən çox istifadə eləmişəm. Amma qoxusu çox qəşəngdir və üzə həqiqətən nəmləndiricilik, belə sərinlik hissi verir. Amma dediyim kimi, çox da belə quruyan kimi üzümdə başlayır tökülməyə. Bu quruyana qədər dodaqlarımızı nəmləndirəcəyik. Kiko'nun bu yumurta şəklində bir dodaq balmı var məndə. Belə parıldayır, görə bilirsiniz. İçində zərlər var. Çox istifadə eləmişəm deyə artıq başı əyilib nə günə düşüb. Amma yəni çox qəşəngdir. Primerimiz quruduqdan sonra isə bir tərəfinə BB kremi, digər tərəfinə isə tonalini çəkəcəyik və davam eləyəcəyik. Tonalıma adətən bu tip puflardan istifadə eləməyi xoşlayıram. Daha gözəl üzümə oturduğunu hiss edirəm. Sizə belə bir şey deyim. Bunu yəqin ki, Temu sifarişlərimdə görmüşdünüz. Çox yaxşı bir şeydir. Sizə bir şey deyim. Kiko'nun məndə belə bir highlighter var. Roz rəngdə, yəni çəhrayı rəngdə. Əvvəlcə çalxalayırıq. Maye şəklində bir highlighter var. Mən adətən normal makiyajlarımda da parıltını xoşladığım üçün tonalın və yaxud da BB kremin içərisinə və yaxud da ki, rumiyananın içərisinə bundan bir tık əlavə eləyirəm və qarışdırıram, onda çox gözəl alır. Gəlin bu gün BB kremimizin içərisinə əlavə eləyək və necə görünəcəyinə baxaq. Bu tərəfimizə BB krem əlavə eləyəcək deyə əlimin üzərinə tökdüm. İçərisinə də 2 damcı bu highlighterdan tökdük, qarışdırırıq. Parıltılı xoşlayırsınızsa, nəmli bitiş xoşlayırsınızsa, məncə bəyənəcəksiniz. Bu tərəf bitdi. Baxın. Görürsüz ayna effektini. Çox qəşəng görünür, yox? Tam olaraq necə göründüyünü bilmirəm, siz deyərsiniz. Çox az içinə əlavə elədim. Bu özü çox qəşəng BB kremdir. Mən bunu çox bəyənirəm. Çox qapatıcılığı yoxdur bu arada, onu da deyə bilərəm. Alın, aldırın əgər bu seriyası hələ də qalıbsa, yəni çox qəşəngdir. Digər tərəfimizə isə dediyim kimi bu Kiko Milano'nun. Bu çox mükəmməldir. Son zamanlarda ancaq bunu istifadə edirəm deyə bilərəm. Amma əvvəl onu deyim ki, sizə dedim, primer üzümdə
tökülür. Görə bilirsiniz. Baxın. Bildiyiniz dərimdən atır, üzümlə barışmayıb. Yəni nə problemi var bilmirəm. Vaxtı da keçməyib, hər şey öz yerindədir. Amma niyə belə olur bilmirəm. Hətta bu birinci dəfə alanda da belə idi. Mən gördüm ki, bu belə tökülür. Dedim bəlkə problem var da, nəsə məhsul xarabdır və s. Getdim ikincisini aldım. Bu sizə göstərdim ikincisidir. O da eyni bu şəkildədir. Başa düşə bilmirəm həqiqətən və heç xoş bir şey deyil. Bu arada bunu istifadə etməmişdən öncə çalxalamaq lazımdır. Çalxalayın, daha sonra istifadə edin. Bunu isə əlimin üzərində göstərəcəm sizə. Belə damcı-damcı tökülür. Çox şirin. Biraz da töküm. Su bazalı olduğu üçün həm nəmli bir effekt verir, həm də həqiqətən üzünüzü nəmli hiss elətdirir və çox nazik, yəni örtücülüyü var. Çox qəşəng bir şeydir bu. Baxın, belə bir şey yoxdur. Baxın. Görürsünüz necə tökülür. Baxın, saçıma baxın. Hədsiz dərəcədə çox tökülür və bu mənim xoşuma gəlmir. Pis bir şeydir. Bu niyə belədir mən bilmirəm. Xahiş edirəm bilənlər yazsın. Bu tonalı bir ton özümdən tünd rəng almışam. Bu sonradan fərq elədim və sarı alt tonlu almışam. Mən çəhrayı alt tonlu olduğuma baxmayaraq, yenə də mən bu tonalı çox bəyənirəm. Yəni bronzerla və s. düzəltmək olur. Baxın, bu tərəf belə görünür. Digər tərəf belə. Bu tərəf içində özünün glow shiny olaraq gedir bu arada. Özünün parlaqlığı var. Yəni gördüyünüz kimi bu tərəfin parlaqlığı özündəndir. Fərqi siz seçin. Bu yoxsa bu. İndi isə keçək concealer'a, yəni qapadıcıya Azərbaycan dilində desək. Kiko'nun 2 dənə qapadıcısı var. Bu balaca boydur. Mən bunu bilməyərək balaca boy almışam. Kiko Gənclik Moldan almışam bunu bu arada. Oradakı stenddə daha çox şeylər tapa bilirəm və oradakı stenddən alıram adətən Kiko'nun məhsullarını. Bunun nömrəsi 05 nömrəsidir bu balaca olan. Böyük olan isə 04-dür. 05, 04. 05 biraz daha tünd rəngdir. 04 biraz daha açıq rəngdir. Adətən yay, payız, yaz olaraq dəyişirəm konsilerləri. Yəni sadəcə bu iki konsiler yoxdur təbii ki əlimdə. Amma bu konsilerləri çox bəyənirəm. Qapadıcıları çox bəyənirəm. 05-i istifadə eləyəcəyik bir gözümüzə, bir gözümüzə isə 04-ü istifadə eləyəcəyik. Bu tərəf daha tünd rəng olduğuna görə bura 05-i, bura daha açıq olduğuna görə burada 04-ü istifadə eləyək məncə. Kamera ilə eləyirəm hal-hazırda. Ancaq bu tərəfə çəkirik. Bu tərəfə isə 04 istifadə edəcəm. Mən burnumun hər iki tərəfində piercing olub. Adətən bu hissələri onları bağlamaq üçün istifadə edirəm. Ancaq bundan elədim. Çünki onsuz da qapadıcılığını indi yetərincə görəcəyik. Qapadıcılığını daha yaxşı görməyimiz üçün bu balaca pufdan istifadə eləyəcəm. Fırçadan yox, daha yaxşı otursun deyə. Biraz çox istifadə eləmişəm. Əli bol qızamda, neyniyək? Hal-hazırda 2 konsilerdə istifadə elədim. Bu tərəfə 04, digər tərəfə isə 05. Nə yalan deyim, 05-i daha çox bəyənirəm. Çünki 05 çox daha yumşaq və daha tez dağılandı və qəti sürətdə qırışıqlıqlara dolmur və çox daha təbii bir üz göstərir. Kiko'dan qaş sabitləyicim olmadığı üçün burada başqa bir məhsul olmasın deyə qaşlarımı sadəcə darayacağam. Qaş sabitləyici istifadə etməyəcəm. Kiko'nun əlimdə olan tək teni bu ten paletindən olan tendir. Bu seriyanın bir paletini görmüşəm, içərisində çoxlu rənglər olan. Qismət olsa bu yaxınlarda onu sifariş edib ya da Bakıdan gedib almağı planlayıram. Bu belə sadə bir göz tenidir deyək, amma çox sadədir. Yəni istifadə etsəz də, etməsəz də çox bir şey bəlli olmur. Amma yenə də mən istifadə etmək istəyirəm ki, gözüm çox boş qalmasın. Dediyim kimi çox toz bir tendir, çox toz. Gözdə nə qədər qalır baxaq. Sadəcə gözün üzərini çox az bir rəngləndirir. Çox mat bir ten olduğuna görə, yəni zərlilik də yoxdur deyə bunda. Yəni çox da belə vav bir nəticə gözləməyin təbii ki. Çox az. Çox. Yenə də istifadə edək, makiyajımızı tamamlayaq bununla. Qaşıma qədər keçirdirəm bura. Tam qaşıma çatmasın. Buradan belə cizgi formasında gətirirəm ki, gözümdə tam çəkdiyim bilinsin. Bunu da bitirdik.
Bunun qablaşdırması çox şirin deyil. Bu arada bu ten pis deyil, yəni pigmenti az olsa da gözümün üzərində görürsüz görünür. Yəni çox da çirkin olduğunu düşünmürəm. Yəni istifadə etmək olar. İndi isə əlimdə güzgüsündən istifadə elədiyim bu Green Me seriyasının bronzer var. Onu istifadə edəcəm. İki şeyi yoxdur Kiko'nun hal-hazırda əlimdə hər şeyi var. Birincisi pudrasıdır, ikincisi isə rumianasıdır. Yəni ənliyidir, məndə yoxdur hal-hazırda. Almağı planlayıram çünki mən Kiko'nun bütün məhsullarını istifadə eləmişəm, amma onlar yoxdur. Bu məni üzür biraz. Nə yalan deyim. Üzümüzə ənlik eləyəcəyik. Çünki ənliyin olmamağı biraz üzücüdür. Biraz bundan götürək. Bu highlighter üçün ürəyim gedir. Bu highlighter'ı çox sevirəm. Özdə bu rəngi, bu çox gözəldir. Bunu alın, aldırın, hamıya məsləhət görün. Qiyməti də çox sərfəlidir, çox qəşəngdir, çox bəyənirəm bunu. Təbii ki, bura qədər. Üzümüzə bir rəng gəlsin öncə. Bunu bronzerın üzərindən də eləyə bilərdim. Amma mən bronzerın altından eləyirəm, çünki üzərindən axı highlighter'ın özünü yoxlayacağıq. Biz hal-hazırda sadəcə üzümüzə rəng gəlsin istəyirik. Gözümüzün bu hissələrinə də mütləq keçirik. Burnumuza da. Görürsünüz, çox gözəl. İndi isə bronzerımızı yoxlayırıq. Əvvəlcə mənim buxağım olduğuna görə sizə bir trik öyrətmək istəyirəm. Buxağınız varsa bu hissədə. Baxın, belə dayanırsınız. Və buranı bronzerla bu şəkildə eləyirsiniz. Çizgini bu şəkildə eləyirsiniz. Görürsünüz? Yəni bu bir trikdir. Bu arada bilməyiniz üçün. Məndən sizə bir xatirə. Bu şəkildə eləyəndə qəti sürətdə nə şəkillərdə, nə də həyatda buxağınız olduğu görünmür. Düzdür, mənim buxağım elə çox yoxdur, ancaq içəri çəkəndə görünür, amma yenə də var, yəni var. Yoxdur deyib özümü arıq göstərə bilmərəm. İndi isə bronzerımızı yoxlayaq. Bronzeri çəkəndə fikir verin, qulağın bu üst hissəsindən dodağın üst hissəsinə qədər. Biraz yanaqlara da gətirək. Cizgi görünməsin, xət görünməsin. Onda daha belə, çox daha gözəl görünür. Baxın. Gördünüz? İndi eynisini bu biri tərəfə də edəcəm. Bu arada pigmenti çox azdır. Ona görə görürsünüz nə qədər istifadə edirəm. Mütləq fırçanı çırpın, üfürməyin. Mütləq çırpın. Çünki fırçanın üzərində hədsiz dərəcədə çox pigment olur. Onu götürüb belə üzünüzə qoymayın. Onda heç vaxt makiyaj qəşəng alınmır. Fırçanı istifadə edəndə çalışın belə edərək əlinizdə fırladın. Yaxşı? Onda bütün üzərindəki məhsulun hamısını istifadə etmiş olursunuz. Yəni fırçada qalıb heyf olmur. Biraz bronzerdan burnumun üzərinə keçəcəm bu hissəsinə. Çox da pis bir bronzer deyil. Amma mən bunu sadəcə gündəlik həyatımda istifadə edə bilirəm. Çünki qalıcılığı çox azdır. Yəni pigmenti də çox azdır, qalıcılığı da çox azdır. Bir müddətdən sonra üzünüzdən silinib gedir deyə bilərəm yəni. 10 üzərindən 4. Bayaqdan 500 dəfə göstərdiyim bu highlighter və digər bəyaz highlighter, yəni ağ highlighter. Yəni bu bilirəm ki, bir müddət öncə hər birinizin evində əlində olan bu highlighterdır. Çünki qablaşdırmasına görə bir müddət hər bir xanım bunu alırdı. Da göstərim sizə. Baxın. Belə bir highlighterdır. Qətiyyən sim deyil, ona görə mən bunu çox bəyənirəm. Biz çəhrayı rəngi onsuz da istifadə etmişik üzümüzdə. Parlaqlığını az-çox görmüsünüz. Gəlin bunu ancaq ağ rəng highlighter yoxlayaq üzümüzə. Fırça ilə yox, əldən istifadə edirəm ki, daha rahat otursun və siz də çox daha rahat görəsiniz. Başqa haranızınıza parlamağını istəyirsinizsə əlavə eləyə bilərsiniz. Mənim hal-hazırda gözüm çox boş olduğu üçün gözümün iç hissələrinə istifadə eləyəcəm. Baxın bu şəkildə oldu. Mən çox bəyənirəm. Çox sim deyil, çox parlaq deyil, çox belə vuran kimi üzə yapışmır. Mən çox bəyənirəm. Çox qəşəng bir highlighterdır. Bununla bu ikisi mükəmməl. Sırada əlimdə olan 2 dənə tuj var. Biri Sevgililər Günü seriyasındandır. Digəri isə hamımızın bildiyi su keçirtməz tujudur. Bir tərəfimə bunu, digər tərəfimə isə bunu istifadə edəcəm və kiprik qatlayanla kipriklərimi qatlamayacağam ki, siz nəticəsini görəsiniz, nə qədər hündürə qaldırır, nə qədər həcm verir, yapışdırır, yapışdırmır. Ağzı fırçası bu şəkildədir. Eyni fırça ilə 2 qat. Eyni fırça ilə batırmadan 2 qat. Hətta 3-cü dəfədə
istəyirsinizsə. Mən bu turu çox bəyənirəm bu arada. Deməyi unutmuşam sizə. Biraz yayıldı, bilmədim. Göz qapağıma vurdum. Amma fikir verməyin ona. Sadəcə yoxlayırıq. Baxın. Görürsüz, çox qəşəngdir. Həm hündürə qaldırır kiprikləri, həm yəni çox da yapışdırmır və çox gözəl görünür. Mən çox bəyənirəm. Hətta həyatımda ilk dəfə sizə yoxlamaq üçün alt kipriklərimə də azca vuracağam. Digər turumuzu istifadə edək. Eyni bunun kimi, eyni fırça ilə 2 dəfə keçib göstərəcəm. Üçüncünü də keçib baxacaqsınız. Bunun qablaşdırması bu arada mükəmməldir. Bu da su keçirtməzdir bu arada. Bu dediyim kimi sevgililər gününə özəl çıxartdıqları bir seriyadır. Daha belə klass, daha ağır hiss elətdirir. Bunun fırçası isə gördüyünüz kimi qıl fırça deyil, plastik fırçadır. Hamımızın bildiyi teleskopik turş kimidir. İndi gəlin bunu yoxlayaq. Bronzeri çox bəyənməsəm də güzgüsünü Allah canını sağ eləsin. Bu da bunun 2 dəfə üzərindən keçəndən sonra. Bu şəkildə. Üçüncünü də keçək. Sizə indi aralarındakı fərqi deyəcəm. Birincisi, plastik fırça olduğuna görə bu kiprikləri daha dəndən ayırdı. Qıl fırça biraz daha yapışdırdı. Çox yapışdırmasa da yapışdırdı bu. Amma plastik fırça çox daha dəqiq ayırdı. Hər ikisi eyni bərabərlikdə kipriklərimi dəhşətli dərəcədə çox yuxarı qaldırıb. Çox bəyəndim ona görə. Başqa da bir fərq görmürəm. Amma bu daha dəndən və daha gözəl görünür. Bu da qəşəng görünür, amma bu biraz diblərdən azca yapışmış kimidir. Bu yox. Bunu da aşağı kipriyinə çəkək, birinə çəkmişik, birinə çəkməmişik. Plastik ağızda olduğuna görə bunu istifadə etmək çox daha rahatdır. Kameramın zaryadkası ölür, bir dənə zaryadkaya taxım. İndi isə pomadalarımız var. Burada nə qədər istəyirsinizsə, bu qədər pomadamız var. Kiko'dan bu qədər pomadamız var, glossumuz daha doğrusu. Bir dənə karandaşımız var. Çünki karandaş heç vaxt almamışam, amma indi əlimdə bu karandaş var və karandaşların qiyməti çox bahadır. Yəni mən bu karandaşı İtaliyadan almışdım, 10 neçə evro yəni. Glossundan daha bahadır deyə bilərəm. Bununla dodağımızı çərçivələyək öncə. Onu deyim ki, bu rəngi çox açıq olduğuna görə və mən daha tünd gözləyirdim deyə. O qədər də çox bəyəndiyim bir karandaş kontur deyil. Hissi çox qəşəngdir, çox rahat çəkilir, rahat yayılır, amma yəni çox da belə gözəl rəng vermir. Hətta dodağımın içini doldurmağa çalışacağam. Bu doldurduğum, bu doldurmadığım. Görürsüz, o qədər də çox rəngi yoxdur. Kiko'nun bu məşhur Duo setindən 2 dənə rəngi var. Hər ikisi bir nömrədir bu arada. Necə olursa bu. Ona görə bunun içərisində çox az qalmışdı deyə mən getdim bunun təzəsini sifariş elədim. Amma bu rəng bundan daha açıqdır, fikir verirsiniz. Bu daha tündür. Ona görə köhnəsini istifadə edir, təbii ki, təzəsini yox. Bu tərəfə onu çəkəcəm. Bu tərəfə onu çəkdim. Üzərinə də öz şəffaf, bu arada dadı çox qəşəngdir. Bilirsiniz ki, quruyandan sonra nə edirsiniz eləyin, rəngi hətta heç bir zaman çıxmır. Bu tərəfi qurusun. Qurudu, indi isə bunu çəkəcəyik. Bu hamının çox sevdiyidir, mənim də ən çox sevdiklərimdən biridir. Bu arada əgər bu tərəfini bitirmisinizsə, bu tərəfini bitirməmisinizsə, bu tərəfini dodağınıza çəkərək üzərinə pigmentli və yaxud da ki, zərli bir ten, rumyana və yaxud da ki, başqa bir şey. Bu glossun üzərini onu bilirsiniz hansı fırça ilə? Ten fırçaları var idi o vaxtı keçmişinci illər nə idi? Keçmiş vaxtlarda ten fırçaları var idi. Bu şəkildə amma bağlı. Yəni fırça formasında yox, bağlı. O fırça ilə ya da baxın bu tip dodaq fırçası ilə bu şəkildə zəri üzərinə tutuşdurun. Dodağınızda çox gözəl bir görüntü olur. Bir gün vaxt olar, imkan olar, bəyənərsiniz, istəyirsiniz, o tip videoda sizin üçün çəkə bilərəm. Triklər yəni. Bir makiyaj məhsulundan nələr edə bilərsiniz tipli. Burada bunu artıq çıxartmağımızın vaxtı gəlib çatıb. 3 dənə rəngli glossu var. Bu sevgililər gününə özəl çıxartdığı kolleksiyadan 01 nömrəsi. Bu Candy Crush-la çıxartdığı seriyadan Sweet Candy 03 nömrəsi. Bu da çox gözəl rəngdir. Bu da çox gözəl rəngdir. Daha sonra yeyib bitirdiyim 10-cu dəfə aldığım bu 3D Hydra, hansı rəng olduğu gedib hətta görün silinir. Bu rəngi. Bunların üçün də sizə əlimin üzərində göstərəcəm. Bu rəng.
Fırçaları çox qəşəngdir. Hətta bunun fırçası özü çox daha qəşəngdir. Plastik ucludur və istədiyiniz kimi əyilə bilir. Ona görə çox gözəldir. Bunların üçünə də onda 10, 100, 1000 nə varsa onu mən və mənim kimi xanımlar verdiyi üçün bunları əlimin üzərində sadəcə göstərmək istədim. Pomadanın üzərinə və ya da pomada olmadan, yəni çox gözəl bir həqiqətən makiyaj bitirir sizdə bunu çəkərək. Çox gözəl, çox bəyənirəm, çox sevirəm. Gündəlik vaxtlarda sadəcə nəmləndirici ilə çölə çıxmaq istəyəndə Kiko'nun bu 02 nömrəsini istifadə edirəm. Sadə bir şeydir. Bayaqki kimi zərli balm deyil. Yəni gloss kimi deyil, görürsüz, biraz daha yağ kimidir, amma qətiyyən yağlı bir hissi yoxdur. Süd kimidir. Yəni bunu da çox bəyənirəm. Həqiqətən 02 rəngidir. Lip volum. Yəni dodaqlarda biraz şişirmə effekti verir, amma qətiyyən yandırmır. Yəni hiss eləmirsiniz. Görüntü olaraq o şəkildə verir. Bunu da çox bəyənirəm. Bu məhsul, bu dodaq pomadası. Bunu da digər tərəfə istifadə eləyəcəm. Bunun gözəlliyinə baxın. Bu pomada olmağına baxmayaraq daha çox gloss kimi görünür. Əvvəlcə istəyirsiniz əlimin üzərində burada göstərim. Baxın, çox az rəngi var. Bu da tonalidir. Çox az rəngi var. Colored balm gedir, yəni rəngli balm gedir. Rəngi 08 almond rəngidir. Dodağımın digər tərəfində isə bunu istifadə eləyəcəm. Çox yumuşaq. Yumuşaq, yağ kimi belə eləyirsiniz, tak çəkdiniz. Çox rahat istifadə olunur, çox rahat çəkilir. Həqiqətən mükəmməldir. Bunun digər rənglərini də alacağam. Çox bəyənirəm bunu. Həqiqətən təzə almışam bunu. Çox bəyənirəm. Bunun digər rəngləri 100% yox, milyard faiz almalıdır. Almalısınız. Bu sizin borcunuzdur, xanımlar. Və sonda bu gözəl balmın üzərindən bir dənə də gloss çəkmək istəyirəm sizin icazənizlə. Onsuz da bu yetərincə parlaqdır bu arada, baxın. Amma yenə də üzərinə bir dənə gloss çəksək, məncə heç kim inciməz. Hamı razı qalar. Həm də beləliklə glossumuzu görmüş olarsınız. Çox gözəl, çox mükəmməl bir şeydir. Ümumi pudrasız və rumyanasız makiyajım bu şəkildədir. Belə göstərim. Rumyana da olsaydı çox daha qəşəng görünə bilərdi və pudra olmasa olmaz, çox daha qəşəng görünə bilərdi. Hər iki tərəfi eyni makiyajda eləyə bilərdik, amma belə daha yaxşı gördünüz məhsullar deyə düşünürəm. Və axıra saxladığım və heç bəyənmədiyim bu misellar su ilə üzümüzü təmizləyəcəyik. Çünki niyə də olmasın ki? Amma öncə mən bu videoya gedib qapaq fotosu çəkməliyəm. Daha sonra isə bununla birlikdə üzümüzü silib, bunun nə qədər pis, heç bəyənmədiyim bir makiyaj təmizləmə suyu olduğunu da birlikdə görəcəyik. Nə qədər makiyajı təmizləyib təmizləmədiyinə bir yerdə baxırıq. Gördüyünüz kimi mən hazıram. Bu arada bu saçımdakını bəyəndiniz. Temudan almışam. Məncə çox qəşəngdir. Əvvəlcə bunu çalxalamaq lazımdır təbii ki. Makiyaj pambığımızı çıxardırıq və bol-bol tökürük. Bol-bol tökürük. Az yox, bol-bol. Bu gözümüzü təmizləməyə başlayırıq. Bu gözümüzə vurduğumuz pambığı bu gözümüzə vurmuruq. Gözümün içini yandırır bu arada. Pis təmizləyir deyə bilmərəm. Çox daha. Tuju heç vaxt təmizləmir. Həmişə hansısa bir hissədə, yuxudan duranda və s. ya gözümü yuyanda tuj buradan yayılır. Bilmirəm necə olur. 10 dəfə təmizləmək məcburiyyətində qalıram ki, istədiyim kimi təmizlənsin. Digər gözümüzə keçək. Yəni bu məhsulu gözünüzü yaxşı təmizləmək istəyirsinizsə çox bol-bol istifadə etməlisiniz və beləliklə çox daha tez qurtaracaq. Bu qədər məhsula da yəni çox ucuz da deyil bu arada. Çox məhsulda istifadə edəndə adamın gözünü yandırır. Gözünün içinə dolur çünki. Baxın, hələ də gözümdə, kipriyimdə tuj var. Bu amma baxın bu gündədir. Mən bundan yenə götürməliyəm və yenə həmin gözümə yenə bu qədər məhsul istifadə edib tökməliyəm və bu bunun böyük boyudur bu arada. Sadəcə bir dəfə ya da 2 dəfə istifadə eləmişəm. Ya bu məhsula verəcəyiniz puldansa Garnier'in ya da L'Oreal Paris'in üz təmizləmə yağları, suları var, misellar suları var. O misellar sulardan istifadə edin. Məndən sizə tövsiyə. Sırf Kiko'dur deyə bunu almağa ehtiyac yoxdur. Bu da 4 pambıq. İndi təzədən bir dənə də pambıq götürürük. Bu arada gözümün içi torlanır. Gözümün içinə dolur deyə gözüm əməlli başlı torlanır. Onsuz da eynəksiz çox da yaxşı görmürəm.
Yəni inanın ki, bəli, nəmləndirmə effekti var. Belə üzünüz yağlı kimi hiss eləyirsiniz. Amma təbii ki, mən gedib üzümü yuyub, daha sonra nəmləndirici və s. çəkəcəm. Bu qədər təmizdədir. Yəni daha çox təmizləyə bilərdi təbii ki. Amma inanın ki, bir pambıq da istifadə eləsəm, yenə də üzümdə hələ də makiyajın olduğuna o qədər əminəm ki, ona görə mən bu məhsulu istifadə etməyi tövsiyə eləmirəm. Özüm də belə arada istifadə eləyəcəm. Çünki nə qədər başqa məhsullarım da var. Bu da olsun da qalsın, kolleksiyamızda qalsın. Amma yəni yenə dediyim kimi çox da bəyəndiyim bir məhsul deyil. Bunu da ona görə axıra saxlamışdım ki, öz gözünüzdən yəni görəsiz. İsrafdır başdan ayağa. Yenə də özünüz bilərsiniz. Yəni pulunuza yazığınız gəlmirsə ya da çox pulunuz varsa istifadə edə bilərsiniz. Mən bəyənmədim. Üzümü yuyub yatmağa gedirəm çünki saat 3-ə qalıb gecə. Mən sizə video çəkmək istəmişdim. Üzümü yuyub yatmağa gedirəm. İkinci gün mütləq sizlərlə birlikdə olacaq. Ümid edirəm videomu bəyəndiniz. Ümid edirəm çox uzun olmadı, bezmədiniz. Sizi sevirəm, bağrıma basıram. Yaxşı ki varsınız həyatımda. Bye bye.